və beləliklə tərəfdarlar onları çarəsiz şəkildə müdafiə etdikdən sonra onları tutdu. Əgər sizin onlar görmək həvəsinizdən xəbərim olmasaydı, yolda başlarını kəsərdi. Xoş gəldiniz, xoş gəldin Əbdürrəhman İbn Odeys, Əl-Vələvi, xoş gəldin ey Allahın düşməni, salam vermisənmi? Allahım salam vermisən? Ey Allahın düşməni İbn Əmir İbn Odeys və onunla birlikdə olanlar üçün sülh yoxdur. Əmiyəli möminin qatilləri, sənə salam olsun. Xəyanətdən başqa bir şeyin varmı? Ey Odeysin oğlu, biz xainlik, sən isə müqəddəs torpaqlarda və haram ayda Əmiyəli mömin evini mühasirəyə alsan, biz heç bir səhv etmədik və baş verənlər artıq baş verdi. Məni heyətləndirən günlərlə Əmiyəli möminin müqəddəsliyinə qarşı təhqiriniz oldu. Amma məni ən çox heyətləndirən odur ki, hələ də təkəbbürünüzdən davam edirsiniz. Allaha and olsun ki, əgər bu cinayət olsaydı, biz onu törətməzdik. Amma bu, Allahın və atanızın mübarizə apardığı haqq dininin qələbəsidir. Əgər atama qarşı bir şeyin varsa, bəs niyə onu öldürdün? Onun səbir və ilk mühacirlərlə cihadı sənin və sənin kimlərin İslama girmələrinin səbəbi nədir? Sizi onu öldürməyə zövq edən şey Allah Rəsulun səhabələrinin paxıllığı ilə yeyilmiş ikiyüzlüyü gizlədən nəfsləriniz idi. Sən etdin şeyi bu millətə etdin, amma baş verməz ey Odeys oğlu. Üsyankarlar üçün bir ev var. Onlardan qisas alana qədər onları həbsxanalarına aparın. Niyə bizdən əvvəl gəldiklərini hiss edirəm, bilmirəm, gözləyək və görək. Dünəndən bəri ziqardayıq və heç kimi görməmişik. Qorxuram ki, onlar bizdən əvvəl gəliblər və biz hələ hazır deyilik. Onlar İraqa gəliblər, çoxlu adam onların ətrafına toplaşacaq və məsələni cilovlamaq çətin olacaq. Əssalamu əleyküm. Sənin arxanda nə var Məhəmməd? Bu cəngavər bəsələn gəlir və Əmiyəli mömin hüzuruna gəlmək istəyir. Xahiş edirəm, mənimlə gəl, qardaşım. Əbu Bəkir Əs-Siddiqin qızı, Allah Rəsulunun ona və ailəsinə Allahın salavatı və salamı olsun. Həyat yoldaşı möminlərin anası Ayşə deyir, insanlar Osmanullaha qoyar və onun hökümdarlarını günahlandırardılar. Sonra Mədinədə bizim yanımıza gəlib nə etdikləri barədə bizimlə məsləhətləşirdilər. Onlar özlərini islah etmək üçün bizdən yalnız ən yaxşı sözləri eşidirlər. Biz ona baxır və onu sadiq dindar və dindar görürük. Biz onlara baxır və onları riyaların başlanğıcında xəyanətdə görürük. Onlar gizlətdiklərindən başqa bir şey kimi görünürlər. Saylar artıqda isə onun evinə baskın etdilər və haram qanı, haram ölkəni və haram pulu tökdülər, bəhanəsiz. Ey Bəsrənin böyükləri, ey din qardaşlarımız! Allah ona rəhmət etsin. Osmanın qatillərinə qarşı sizdən dəstək istəməyə gəlmişik. Siz Mudra və Rəbiyyənin şeyxlərisiniz. Bunu edin, bu Allah əzizdir. İnsanlar arasında böyük bir islahat var. Ey cəmaat, qulaq assın. Allaha and olsun ki, bizi çağırdığınız məsələ Allahın izni ilə yaxşıdır. Bunun arasındakı məqsəd insanlar arasında islahatdırsa, xüsusilə də bu Allahın Rəsulunun həyat yoldaşı və Əbu Bəkir Əs-Siddiqin qızı tərəfindən başlandığı üçün, amma bizim bu məsələ ilə bağlı məsləhətləşməli olduğumuz qəbilələrimiz var. Sizdən ümid etdiyimiz bu idi. Amma bəzilərimizin Əhnəf İbn Qeysin bu məsələyə bizdən daha layiqli bir xəlifənin
olduğunu dediyini gizlətmirik. Biz yalnız islahatçı kimi və Osmanın qatillərinə qarşı qisas almaqla haqqı bərqərar etmək üçün meydana çıxdıq və bununla da fitnəni aradan qaldırırıq. Amma bəlkə də Əbülhəssənin bu barədə bir fikri var idi. Bu dəstələrin bəziləri hərbi əməliyyatlara qoşulub. Sakit ol İbn Ələkə. Ay danışsın. Düz deyir. Onun dediklərindən nə düzdür? Ay danışsın. Biz nə baş verdiyini eşitmək və anlamaq istəyirik.